Balalı ilə duet oxumağı. Biz bir məkanda daimi oxuyuruq. Mən özüm təklif elədim. Tamam. Bəli. Nə qədər pul istədi? Razılaşmana razılaşdı təbii ki. Mən ona burada deməmişəm, özü də bilmir. Aha. İstəyirəm qoy deyim. 10.000 manat Aha. dəyərində hədiyyəm var. Amma Balalı bunu istəyibmi səndən? Yox, istəməyib, yalan deyim. Mən xatırlayıram, mən Pərviz biri ilə oxumaq. Pərvizdə adətdir, pul istir hamıdan. Qabaqcadan, onda adətdir. Salam dəyərli izləyicilər. Bildiyiniz kimi Miray balamız 4 aydan çoxdur ki, müalicə alır. Artıq son prosedurlara gəlib çatmışıq, amma gücümüz çatmır. Çünki əlimizdə olan bütün imkanlardan istifadə eləmişik. Borclar getmişik, artıq borclar da tapa bilmirik. Çox çarəsiz durumdayıq. Cəmi 3600 manat pul lazımdır. Hər birinizdən bu körpə balamız üçün dəstək olmağa rica edirəm. Heç bir yaxşılıq əvəzsiz qalmaz. Allah hər şeyi görür. İnşallah 1000 qatını sizə yetirər. Allah rızası üçün ekranda gördüyünüz bank hesabını gücünüz çatan qədər, səxavətiniz yol verən qədər dəstək olun. Allah heç kimə övlad acısı yaşatmasın. Heç kimə çarəsiz qoymasın. Bütün xəstələrə şəfa versin. İnşallah bizim balamız da onun içində. Ümid edirəm ki, dəstək olacaqsınız. Göydə Allaha, yerdə sizə güvənirəm. Dəstəyinizi əsirgəməyin.